Salam qızlar, bu gün biz əsl gözəllikdən danışacağıq. Həm də bu gün biz axtaracağıq yolları nətər göyçək görüşmək və nətər individual və original üzümüzü saxlamaq. Ona görə ki, indiki dövrdə Instagram filtrlərinə görə, toksik trendlərə görə biz üzümüzləri ancaq dəyişdirmək yollarını axtarırıq. Qızlar gözəllik axtaranda çox zaman burunların balacalaşdırıb dodaqlarını şişirdirlər. Amma başa düşmürlər, həmin o əyri burun, nazik dodaq bizi daha maraqlı, original və gözəl göstərə bilər. Haçan biz baxırıq güzgüyə, biz həmişə bir dənə şey tutub istəyirik onu dəyişdirmək. Amma dəyişdirmək yoluna düşəndə də adam dayana bilmir. Bir dəfə burnun balacalaşdırır, sonra xoşuna gəlmir, yenə burnun balacalaşdırır. Dodaqları biraz şişirdirlər, sonra yenə şişirdirlər, yenə də şişirdirlər, yenə də şişirdirlər. Sonra yanaqları dəyişdirirlər, çənəni dəyişdirirlər. Amma adam başa düşmür. Gözəllik o bir dənə yerdir. Gözəllik bizim həm üzümüzdür, həm saçımızdır, həm paltarımızdır, həm xarizmamızdır, həm təbəssümümüzdür, həm xarakterimizdir, həm də bizim backgroundımızdır, bizim tariximizdir. Mən də qızlar sizi kimi özümdən ancaq səhif axtarırdım. Mən filtrsiz vəbşə şəkil çəkdirə bilmirdim. Zəhləm gedirdi kimdənsə şəkilə durmaq. İstəmirdim mənim kimsə şəkilimi çəksin. Ona görə ki, mənə ən vacib idi imенно filtrlə şəkil çəkdirib qoymaq. Ona görə ki, mən özümü filtrsiz qəbul etmirdim. Amma bir gün mən sözün düzü bezidim bu şeydən. Yəni mən özümü bəyənmirəm, mən özümü görə bilmirəm. Mən ancaq başqa adamların üzün öz üzümdə axtarıram. Ona görə mən özümə dedim, stop, lazımdır bu vəziyyətə uzaqdan baxmaq. Özümə sual verdim. Niyə görə mən kinolara baxanda, seriallara baxanda mən aktrisaların üzündən, gözündən, burnundan səhif axtarmıram? Niyə görə onlar mənə gözəl görükürlər? Həm də mən bir dənə şey zametkaladım. Nina Dobrev Dnevniki vampira serialında, bağışlayın Azərbaycan dilincə serialın adını bilmirəm, 2 dənə rolda çəkilirdi. Həm sakit, sadə Yelena Gilbert, həm də hiləcar, seksi Catherine Pierce. Yelena mənim elə də xoşuma gəlmirdi, amma onu elə də bəyənmirdim. Amma həmən aktrisa, həmən qız Catherine Pierce rolunda elə mənə göyçək, elə mənə seksi, elə mənə maraqlı görükürdü. Ona görə ki, onun stili, onun paltarı, onun saçı, onun xarizması, onun tərpənməyi onu daha dəyişdirirdi. Həmən şey mən deyə bilərəm, həm də 3 metr nад уровнем неба kinonun haqqında. Orada главный героиня Babi, burnu onun əyridir, dodaqları nazik fasondur, amma elə o mənə gözəl gəlirdi, elə mənə o maraqlı gəlirdi. Elə mən ona baxırdım, deyirdim, ay Allah, bu nə gözəl qızdır. Mən istəmirdim onun burnunu balacalaşdırmaq ya da dodaqlarını şişirtmək. Ya da Kristen Stewart Summerki kinosunda onun dodaqları çox nazikdir, amma siz o kinoya baxanda siz istəmirsiniz demək, ay Allah, Bella'nın dodaqları nə nazikdir, biraz şişmə olsaydı. Ona görə ki, onun xarakteri, onun tarixi, onun stili, onun saçı, onun hər şey onun üzünə yaraşır, ona yaraşır. O heç kəsin kopyasıdır, o internet qızıdır, o real, gözəl bir aktrisadır. Bu haqda çox danışmaq olar, ona görə ki, aktrisalar, high fashion modellərin üzləri maraqlıdır. Onlar eyni üzdə deyirlər. Onların burunları əyri olur, onların dodaqları nazik olur, onların üzləri cürbəcürə formalarda olur. Biz də onları gözəl və maraqlı görürük. Amma çox yazıqlar ona görə ki, Instagram erası Kim Kardashian ailənin populyarlığı gələndən sonra gözəllik trendi dəyişildi. Əsl anadan gəlmə milli gözəllik itdi, onun yerinə gəldi. Eyni sifətlər, eyni saçlar, eyni qaşlar, eyni burun dodaq formaları. Amma sözün düzü Kim Kardashian özü bu modanı buraxsa da, özünü dəyişdirsə də plastik əməliyyatlarla cavan yaşında plastik əməliyyatlardan da qabaq gözəl bir qız idi. Mən sözün düzü başa düşmürəm niyə o özünü belə dəyişdirdi. Mən bilən ona bəs olardı stilisti ilə vizajistin dəyişdirmək. Bu indiki nətər geyinir, həmən o vaxtı o paltarı geyinmək ona heç lazım deyildi, üzünə bir dəyişiklik salmaq. İndi də Kimin gözəlliyi bizə gözəl gəlmir, ona görə ki, onun üzündən biz 1000 dənə üz görmüşük. İndi qızlar hamısı özün ona oxşadır. Qızlar, sizə sual. Siz istəyirsiniz original, maraqlı, gözəl qız olmaq, ya da siz istəyirsiniz kiminsə əyri kopyası olmaq?
Haca mən başa düşdüm ki, ondakı aktrisalar mənim xoşuma gəlirlər. Onların əyri burunları ilə, onların nəzik dodaqları ilə, onların bitər üzləri ilə mən onları gözəl görürəmsə, onda mən özümü də gözəl görə bilərəm. Mən başa düşdüm, mənə lazımdır bütün bu Instagramın falşivi, face-up, photoshoplu, plastik əməliyyatla düzəldən qızlardan atpisasiya eləmək. Mən bütün onları izləməyi də yandırdım. Sonra mən pozdum bütün gözəllik filtrləri, maskaları Instagramdan və TikTokdan. Mən özümə dedim, mənə lazımdır özümü uzaqdan görüb gözəlliyimi başa düşmək. Mən özümə dedim 100 gün selfie challenge eləmək. Başladım özümü cürbəcürə saçımın formaları ilə, cürbəcürə makiyajlarla, cürbəcürə paltarlarla, cürbəcürə vəziyyətlərdə özümü çəkmək. Yəni tezdən yerimdən durmuşam, şəklimi çəkirəm, gedirəm yatmağa, şəklimi çəkirəm, gedirəm gəzməyə, şəklimi çəkirəm. Həmişə lüboy moment götürürdüm telefonu, şəklimi çəkirdim. Birinci günlər bir təzə başlayanda mənim özüm xoşuma gəlmirdi. Hələ də özümdən səhiflər görürdüm. Hələ də yapışmışdım üzümün cürbəcürə yerlərinə. Buranı bəyənmirəm, oranı bəyənmirəm. Sonra mən günlərin axırına başladım görmək mən simpatik, normal qızam. Üzümdə bir balaca çizgim var. Saçım bitərdi, qaşlarım bir balaca bitərdi, amma bunların hamısını yüngül yollarla düzəltmək olar. Həm də stilim elə də xoşuma gəlmədi. Mən özümü uzaqdan görəndən sonra, özümün videonun şəklini çəkəndən sonra mən başa düşdüm nəyi lazımdır dəyişdirmək, gözəl olmaq. Ən birinci nə mənə vacib idi, o mənim dərim idi. Ona görə ki, mənim nə qədər üzümdə balaca çizginlər var idi. Məndə var video, ola bilsin burada ya burada. Siz onu sılkanı görəcəksiniz, keçib o video baxa bilərsiniz. Mən axtardım onun yollarını. Nəyə görə məndə o çizginlər var? Mən başladım sağlam, normal yemək, çoxluca su içmək, üzümə aid kosmetika aldım. Həm də mən özümə eləyirdim limfa drenaj, masaj, başladım eləmək idman. İdman həm kömək edir sizin üzünüzün qırışlarını yığışdırmaq, həm burnunuzu balacalaşdırır. Ona görə ki, bura şişir, su bura yığılır, burun böcür, üz şişir, gəlir qabağa. Həm də qızlar, sizin vacibdir 800 normal olsunuz. Lişni vəz, piy bizi gözəl göstərmir. Onun da lazımdır bilmək nəydən əmələ gəlir. Lişni vəz siqnaldır, nəsə bizim içimizdə düz işləmir. Birinci gedin həkimə, öyrənin niyə görə sizin 800 çoxalır. Ola bilsin siz pis yeməklər yeyirsiniz, onu dayandırın, diyetə oturun, həkim deyən diyetə oturun, da internetdə tapan diyetə oturun. Ola bilsin sizin hormonlarınızla problemləriniz var. Ya mədə bağırsaq yollarında problemlər var. Siz həmən o problemləri rişit eləyəndən sonra sizin üzünüz də dəyişiləcək, siz gözəl olacaqsınız, dəriniz də gözəl olacaq. Qızlar, həm gözəlliyə, həm bizim üzümüzə, həm bizim sağlamlığımıza, həm də çəkimizə aid lazımdır eləmək idman. İdman lazımdır eləmək. Heç olmasa yüngül idman 10 dəqiqə gündə onu eləmək lazımdır. Məndə var idi video, mən sizə danışmışdım dişlərdən, yenə deyəcəm dişlərin haqqında. Diş bizim gözəlliyimizi daha dəyişdirə bilər. Yəni bizim gözəlliyimizi xarab eləyə bilər. Sizdə ola bilər normal burun, normal dodaq, normal üz, amma o diş ki əyridir, o sizin üzünüzün formasını dəyişdirir. Prikus sizin burnunuz, dodağınız, çənəniz, hər şey olmalıdır öz yerində. Dişlər əyri olanda bura gedir o yan yana, ya dala gedir, ya qabağa gedir. Siz onu düzəltsiniz, sizin burnunuz da yerinə qayıdar, sizin dodaqlarınız da göyçək görükər, sizin üz formunuzda bu xəttlər də yəni gözəl qəşəng ola bilər. Həm idman, həm breket adamın üzünün formasını dəyişdirə bilər. Düşünürəm, gündə 2 dəfə vacibdir dişləri yumaq. İldə bir dəfə lazımdır həkimə gedib professional dişləri təmizləmək. Qaşla kiprik bizim üzümüzü gözəl də bir də kolxozda göstərə bilər. Çalışın sizin qaşınızla kipriğiniz sadə olsun. Qaşınız yoğundursa onu aldırın. Özünüz bacarırsınız, özünüz alın. Özünüz bacarmırsınız, qaş ustasına aldırın. Tatuaj eləyəndə qaşınızı yoğun çəkdirmin. Laminирование eləyəndə qaşınızı göyə qaldırmın, alınıza yapışdırmın. Çalışın sadə hər şey eləmək. Mən özüm laminирование eləmirəm. Gellə укладка eləyirəm, mənə o bəsdir. İkinci nə vacibdir? Sizin
çipriləriniz, если sizin çipriniz qatdalanıb gözəl bir çipridir, qara rəngdə ya da korичневый rəngdə, siz onu tuşla bir balaca gözəlləşdirə bilərsiniz. если sizin çipriniz uzundur, həm də qabağa beləsinə uzanır, yəni qatdalanmır, siz onu laminirованный ilə qatdala bilərsiniz. если sizin çipriniz azdır, yəni uzaqdan uzağadır, cüdədir, siz gedib çipri əkdirə bilərsiniz. Amma çipri əkdirəndə də 3D, 8D, 9D eləmək lazımdır. Elə görürsün, yəni anadan gəlmə doğma bir çipri kimi. Biz bu videonu başlamışdıq burundan dodaqdan da qutarar. Qızlar, mən demirəm siz heç vaxt plastik əməliyyat eləməyin, ya mən qəti buna baxıram, ya dodaq şişirtməyə pis baxıram. Yox, amma hər şeyində öz yeri var. Ən birinci siz başa düşməlisiniz, niyə görə siz istəyirsiniz burnunuzu dəyişdirmək. Sizin doğru mental ona görə problemləriniz var, ya da siz prosta istəyirsiniz Instagramdakı qızlara oxşamaq, ya kiminsə kopyası olmaq. Yəni siz onu başa düşməlisiniz. Həm də burnunuzu düzəltməyin 20 yaşdan qabaq. Ona görə ki, 20 yaşacan bizim üzümüz dəyişilir. Birinci burun böyüyür, sonra üzün başqa yerləri böyüyür. Sizin 20 yaşınızdan sonra hələ də ki sizin burnunuz xoşunuza gəlmir. Siz plastik əməliyyatdan qabaq gedin psixoloqla danışın. Siz bilməlisiniz nəyə görə siz bu burnunuzu dəyişdirmək istəyirsiniz. Ola bilirsiniz sizin burnunuzda problem yoxdur. İkinci, burnunuzu dəyişdirəndə kukla burnu, fındıq burun eləməyin. Ona görə ki həkim sizin burnunuzu şəkildəki buruna oxşada bilməyəcək. Ona görə ki sizin əvvəl burnunuz nətər formada idi, onu nətər balacalaşdırmağın da yolları var. Yəni hamıya balaca burun, kukla burnu yaraşmır. Kiməsə lazımdır əyriliyi götürmək, kiməsə lazımdır enliliyi bazartmaq, kiməsə lazımdır dındığın balacalaşdırmaq. Yəni bu şeyləri başa düşmək lazımdır. Sizin imенно burnunuzda nə düzdür? Sizə lazımdır yaxşı həkim kim sizə kömək eləyər bunu başa düşmək. Sizin burnunuz sizin üzünüzə də yaraşmalıdır. Yəni sizin üzünüzə aid formada olmalıdır. Dodaqların da çox momentləri var. Qızlar başlayın dodaqlarını şişirtmək. Birinci biraz, sonra da dodaq olur nə boydana. Qızlar siz başa düşməlisiniz. Dodağın gialuronu dodaqdan çıxıb bütün üzə yayıla bilər. Üzə yayılandan sonra o ora su çəkir. Su çəkəndə bizim üzümüz elə şişir, elə bil ki onu nə qədər arı dişləyib. Dodaq eləyəndə bir balaca şişirtmək yaxşı olar. Amma həddindən artıq şişirdəndə də o sizin özünüzə qırış gətirir. Yəni burun dodaq zona qatdalanır. Ona görə ki ora o qədər su yığılır. Siz baxa bilərsiniz şəkillərə kim dodaqların eləməkdən qabaq və eləməkdən sonra bura başlayır qırışlanmaq. Ona görə ki gialuron nə qədər adamın üzünə su çəkir. Qızlar, mən sizə bunu deyirəm ona görə ki gözəllik və sağlamlıq bir yerdə olmalıdır. Siz başa düşməlisiniz, siz bu plastik əməliyyatlara gedəndə siz öz sağlamlığınızı, öz gözəlliyinizi, öz həyatınızı risk edirsiniz. Çalışın gözəlliyin bezapaslı yollarını axtarmaq. Çalışın özünüzü bəyənmək, özünüzü istəmək, özünüzü qəbul eləmək. Çalışmayın qaçıb burnunuzu düzəltmək ya dodaqlarınızı şişirt. Sonra siz gördünüz ki, yəni bu burun ya bu dodaq, yəni tamam sizin gözəlliyinizi xarab eləyirsə, yəni siz bunda 100% uverenirsiniz, yaxşı, onda düzəltmək olar. Amma birinci çalışın o burnun əyriliyini istəmək, o dodağın nəzikliyini istəmək. Sağ olun, bu video baxdığınıza görə izləyin mənim kanalımı, qoyun barmaq yuxarı. Görüşərik başqa videolarda. Bay bay.